Cənab Prezident, belə olmaz axı. Evimə 2020-ci ildə düşmənin atdığı mərmi düşdü. 44 günlük müharibədə evimi dağıtdı. Çoxsaylı müraciətindən sonra Ağdam İcra Hakimiyyətinin baş memarı Abdüləli Meytiyev gəldi qapıya ki, bu evi mən düzəltdireyim. Heç kimə şikayət eləmədi. Sonra da dedi ki, şəhər salma pulu hələ köçülmür. Özünü düzəltdirə bilirsən, düzəltdir. Sonra mən sənin pulunu alıb verərəm. Götürüb, o sənədlərin hamısı mənə imzalatdı ki, pulu alıb verəyim. Pulu aldım, vermədi. İndi də kimə müraciət edirəm, mənim işimə baxan yoxdur. Abdüləli Meytiyev də məni aparıb vermişdi məhkəməyə. Məhkəmədə də subutları qoydum ortaya, faktları qoydum ortaya, subut elədim, məhkəmə də mənim xeyrimə çıxartdı. İndi də yenə pulumu vermir. Cənab Prezident, bu məmurlar hara baxır? Bu Ağdamı kimə tapşırmısınız ki, mənim işimə baxan yoxdur?